Bismillah və salatu və selamu alə Rasulillah. Allaha təvəkkül etmək barədə. Allah Teala buyurur: "Və men yetevəkkəl alallahi fəhuve hasbuh." Kim Allaha təvəkkül edərsə, Allah ona kifayətdir. Talaq surəsinin 3-cü ayəsi. Allah Subhanahu taala buyurur: "Və alallahi felyetevəkkəlil mu'minun." Möminlər yalnız Allaha təvəkkül etsinlər. Təğabun surəsinin 13-cü ayəsi. İbn Abbas radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi: Ümmətlər mənə ərz olundu. Elə bir Peyğəmbər gördüm ki, onunla raht var. Raht 3-dən 9-a qədər deyilir ərəb dilində. Yəni 3-dən 9-a qədər sayda insan var onunla birlikdə. Və elə bir Peyğəmbər gördüm ki, onunla bir kişi və elə Peyğəmbər gördüm ki, onunla 2 kişi var. Və elə bir Peyğəmbər gördüm ki, onunla 1 nəfər belə yoxdur. Birdən mənə qara bir topluluğum göstərildi. Və mən elə zənn etdim ki, onlar mənim ümmətimdir. Mənə deyildi ki, bu Musa və onun qövmüdür. Yenə baxdım və birdən böyük bir qaraltı gördüm. Mənə deyildi ki, bu sənin ümmətindir. Və onların içində 70.000 nəfər vardır ki, onlar cənnətə hesabsız və əzabsız daxil olacaqlar. Sonra Peyğəmbər s.ə.v qalxır və öz mənzilinə girir. Və insanlar bu 70.000 nəfər barəsində 70.000 nəfəri müzakirə edirlər. Bəziləri deyir ki, ola bilsin onlar elə şəxslərdir ki, Peyğəmbər s.ə.və dostluq ediblər. Peyğəmbər s.ə.v-in sahabələrdir. Və bəzilər deyir ki, ola bilsin onlar elə insanlardır ki, İslamda doğulublar və Allaha heç bir şey şərik qoşmayıblar. Və bir neçə şey zikr edirlər. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm onların yanına çıxır və Peyğəmbər sallallahu aleyhi və səlləmə bu barədə xəbər verirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, onlar elə şəxslərdir ki, ruqyə tələb etməzlər, dağ ilə dağlamaqla müalicə etməzlər, bədminlik etməzlər və yalnız öz Rəblərinə təvəkkül edərlər. Hədisi Buxari rəvayət etmişdir. Allah Subhanahu taalaya təvəkkül etmək qəlbin ən uca ibadətlərindəndir. Ən uca, yəni Allaha təvəkkül ən şərəfli qəlb əməllərindəndir, qəlb ibadətlərindəndir. Təvəkkülün mənası isə Allaha etimad edərək, qəlbin Allaha etimad edərək, bütün işlərini ona həvalə edib, şəri səbəblərdən yapışmaq. Yəni şəriətin gətirdiyi səbəblərdən tutaraq, qəlbini Allaha etimad etmək, qəlbini Allaha bağlamaq və bütün işini Allaha həvalə etməkdir. Allah Teala ona təvəkkül edənləri mədh etmişdir və onlara əzr verəcəyini vəd edib. Dərsdən götürdüyümüz faydalardan biri odur ki, yəni təvəkkülün Allah qatında olan mənziləsi və onun uca ibadətlərdən olmasıdır. Və eləcə də Allaha təvəkkülü gerçəkdirən şəxsin cənnətə hesabsız və bir də əzabsız daxil olmasıdır. Allah Subhanahu taala bizə eşidib faydalananlardan etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.